Assalamu alaikum və rəhmətullah və bərəkatuh. Ya Seyyid Mövla Aba Sadiq əleyhissalam. Mən Azərbaycandan Qəhrəmanov Nicat Əl-Məhdi. Bugün şəhadətimi yeniləmək istəyirəm. Əşhədə ən la ilahə illallah və əşhədə ənə Muhammedən Rasulullah və əşhədə ənə Əliyyən və Ləymə min bildihi hücəcullah və əşhədə ənəl Məhdi vəl Məhdinə hücəcullah. Şəhadət edirəm ki, Allah təkdir, şəhadət edirəm ki, Muhammed onun elçisidir, şəhadət edirəm ki, imamlar və mehdilər onun höccətləridir və şəhadət edirəm ki, ilk mehdi Yamani İmam Əhməd Əl-Həsən minüssalam və ikinci mehdi Əba Sadiq Abdullah Haşim minüssalam Allah tərəfinə təyin olunmuş xəlifələrdir. Və bunu da bildirmək istəyirəm ki, hər bir möminə inancından asılı olmayaraq hər bir kəsə yeryüzündə Allah tərəfindən təyin olunmuş dövrünün höccətini tapmaq vacibdir və tapdıqdan sonra ona beyət etməyi vacibdir. Çünki Muhammed Salvatullahın da dediyi kimi, hər kim zamanının imamını tanımadan ölərsə, cəhalət içində ölmüş olar. Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu.